ki, mən onu hiss ki, deyir, bizim daha əhəmiyyətli problemlərimiz var da, yəni özümüzlə məşğul olaq, o problemlərin həlli ilə məşğul olaq, bir-birimizi qırmayaq. Bu problemləri əslində çox insan yox, bəzi insanlar şişirdirdilər, ortalığa atırdılar və bəzi insanlar da başlayırdı həmin problemin üstündə bir-birini qırırdılar, dava edirdilər, sosial şəbəkədə aləm dəyirdi bir-birinə və hacı çıxırdı bir statusu ilə və ya cümə xutbəsində hansısa bir toxunurdu bu məsələyə və məsələ bağlanırdı. Hadşahın dünyasını dəyişəndən sonra tam müxtəlif adamlar, yeganə insandır ki, dünyasını dəyişəndə biz gördük ki, müsəlmanlığa, dinə aidiyyatı olan, olmayan, yəni fərqi yoxdur da peşəsindən, sahəsindən, dini mənsubiyyətindən və s. Hamı onunla bağlı nəsə bir xoş söz yazırdı. Yadımda deyil, kim paylaşmışdı bu statusu, belə bir status oxudum. Sənin xəbərin olubmu bu məsələdən? Bir nəfər yazmışdı ki, Hadşahın yolda olur, ya hansısa marketin yanında olur, yadımda deyil. Ona bir qaraçı ya dilənçi yaxınlaşır, ondan pul istəyir, o da hər hansısa bir məbləğ pul verir. O adam da deyir ki, az verdin də, buna etiraz eləyir. Hadşahın gedir maşına, sürücüdən borc pul alır, gətirir o adama verir və deyir ki, bundan artıq yoxdur da. Belə bir hal yaşanmışdı və yaxud da belə şeylər tez-tez olurdu.